Salam gözəl insan. Demək, mən yaşadığım yerdə balaca mini marketlərdir. Yəni belə bir şeylər, kefirlər yoxdur bizdə. Mən uzaqdan marketdən almışam 2 dənə, görməmiş kimi ki, kefir tapılmır. Sonra gətirmişəm. İnanırsınız ki, bunun hələ birinin ağzı bağlıdır. Bundan bir qaşıq işlətmişəm. Yəni o dərəcədə. Sonra ağlıma gəldi ki, yəni mən qatıq kimi mayalanır deyirlər. Niyə mən bacarmaram ki? Axtarmışam, yəni kefir mayası da tapılmır. Götürdüm belə bir bankada, yəni özümə yetdiyi hər gün təzə-təzə yemək üçün də. Yəni bu mənə bir gün üçün yetir. İlıq süd doldururam bura qədər. Bu kefirdən bir qaşıq tökürəm bunun üstünə. Sonra belə bunu dəmir qaşıqla qarışdırmaq olmaz. Taxta qaşıqla qarışdırılır, ağzı bağlanır. Sərin qaranlıq yerdə, səhərəcən özü üçün orada mayalanır. Sərin qaranlıq yerdə. İnanırsınız ki, yəni bu kefirin dadını heç nə vermir də, yəni. Mənə güvənin. Çox dadlıdır, dadından doymaq olmur. Yəni bu bir gün ərzində ya özümdə, ya ailəmdə nəsə istifadə edir. Çox yetir, bərəkətlidir.